artıq 5 icra başçısı həbs olunub və bütün o video materiallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə az təminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. O tutulan 5 icra başçısının 5-i də bu çirkin əməllərlə məşğul olub. İlham Əliyev, narahat olma. Artıq bu xalq bilir ki, ən böyük oğlu sənsən. Nə qədər ki həbs edilməmsən belə olacaq.